Xanım gedib başına ruj eləyib, gəlib üstümdəki saçımın təzədən rəngini açıb. Bax, indi görək biz bunu neyə biləcəyik. Arxası qalıb. Arxasını da götürüb elişiş eləyə bilməyib. Ağlı qaralı. İndi başını bir oynatacaq gözdə ayran aşı. Deyirəm, bax, cəmaatın başına nə oynatırlar, cəmaatın başını götürürlər, ruj eləyirlər, cəmaat qeyib dib kraskasına. Götürüb ruj eləyiblər, göndəriblər. Gözünüz tökülsün, bunu eləyən, ay gözü tökülsün. Yazıq dedim mi? Yazıqdır. Yox, nətər, yəni belə qırmızı baş qoyurlar. Sən ömür billah başına qırmızı eləyən deyilsin. Profesional deyil axı. Vallahi sən zarafat elə. Baxın, başını qıpqırmızı eləmişdilər, xoruz pipi rəngində idi. Elə bir ki, xoruz var idi, uşaqlıqda xoruz düzəldirdilər, qıpqırmızı. Qıpqırmızı xoruz düzəldirdilər. O xasını eləmişdilər. Uşaqlıqda biz o pesovu yandırırdıq, xoruz düzəldirdik taxtanın üstündə. İndi gör nə gözəl oldu, bax. O xoruzun üstündən bir qəşəng deflə yığdım. O oldu, belə qəşəng açıq rəngdə xoruzlar olur, bax ondan. Açıq rəngli xoruz. Xoruza elə bir limon atıblar da, o belə, biraz rəngi solub. Baxın defləyə, kimin başı xoruz rəngindədir, buyursun gəlsin. Xoruzlarının üstünə limon sıxaq, qəşəng. O nə qaqqıldıyır? Kəsmə baxın, kəsmə baxın. Dənəş. Dənəş. Bu da paxıllığımı çəkdi. Saçı niyə görürsən burası əyirdi, düzəlt də. Paxıllıqdan istifadə edir. Böyründə deyir, o oğrunu, tülüngünü orada burada axtarmır, içimizdədir.